Bakıdakı Qəbələyə gedən yol. Həqiqətən də pulu götür, gəl. Şəhərin ən hündür yerindəyəm. Meşənin içindəyəm. Hər tərəf dağdır. Babək yolunun üstü 4,7 sotun içindədir. 100 kvadratdır, düzdür. Bir balaca baxımsızdır, çünki təmir olunmayıb. Təbii ki, amma ideal bir vəziyyətdir də. Yəni, kim alsa onu təmir eləsə, istirahət məkanıdır elədir. Oturmuşsan dağın havasında. Qəbələdənsən. Bu mənzilin içi 4 otaqdan ibarətdir, 100 kvadratdır. Düzdür, təmirsizdir, amma ideal vəziyyətdə bunu qəşəng istədiyiniz formada proyektin verə bilərsiniz. 4 otaqdır, genişləndirə də bilərsiniz, istədiyiniz formada dizayn verə bilərsiniz. Çünki panoraması birbaşa yuxarıdır. Təbii ki, burada xəstəxana da var yaxınlıqda. Gördüyünüz kimi, yaxın ərazidə market də var, şəhərə birbaşa yol da var. Mənzərəli, bablı, duzlu, əsl istirahət zonasıdır da. Yenə də mənə oturmuşsan Qəbələdə, əsl samavar çayının yerinin içindən tanış olarsınız. Gördüyünüz kimi dəhlizidir. Bu əvvəllər insan proyektir, qəlbin formada olunur, mətbəx olur. Çox gözəl buranı, yüksək səviyyəli, istədiyiniz formada dizayn verib təmir edə bilərsiniz. Dünya baxımı, geniş. Bu qonaq otaqdır. Bu da yenə otaq kimi də olar, amma əslində dəhlizdən otaq kimi olar. Burada bir otaqdır, dostlar, baxın. Həqiqətən də təmirə ehtiyacı var. Çünki təmir olunmayıb, yaşayış yoxdur. Gördüyünüz kimi bir otaqdır, genişliyini görürsünüzsə. İstədiyiniz formada söküb bu mənzili, bu binanı da, yəni bu həyəti təzədən də tikə bilərsiniz. İstədiyiniz formada yuxarıda qaldıra bilərsiniz, 5 mərtəbə də edə bilərsiniz. Amma həqiqətən də ərazi baxımından çox möhtəşəmdir. Dağın üstüdür, mənzərəlidir. Yenə də deyirəm, hesab edin ki, Qəbələdə oturmuşsunuz. 4 otaq, 100 kvadratdır. Ərazi 4,7 sotun içindədir. Bu yol maşın yoludur. Təbii ki, bu da mənzilə aiddir, qarajdır. Yəni, avtomobilinizi bu qarajda saxlaya bilərsiniz. Yəni, ev sahibinə məxsusdur. Yolda 20 metr yuxarı qalxırsan Babəkə. Pulunu qoy cibə gəl də. Bundan ideal ev tapa bilərsən.